Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün sizlərə çox gözəl Novruz aksesuarları hazırlamışam. Bildiyiniz kimi əl işi düzəltmək mənim hobbimdir. Ona görə də məndə hər material var demək olar ki, yəni istənilən materialdan hazırlaya bilərdim. Sadəcə düşündüm ki, yəni mən burada lap nəsə hazırlasam belə, əgər o material sizin evinizdə yoxdursa, yəni düzəltməyimin də heç bir mənası yoxdur. Yəni elə bir material seçməliyəm ki, çoxunluqla hamıda o material olsun, yəni lazım olmasın ki, gedib onu almağa. Və bu yerdə qərar verdim ki, bütün hamısını kağızdan hazırlayacağam, hamısını kartondan hazırlayacağam və əlavə bir material istifadə etməyəcəm. İlkin olaraq hansı ki Novruz xonçasında olan evlər var, ondan hazırlamaq istədim. Bu evi siz zövqünüzə uyğun da hazırlaya bilərsiniz. Belə 4 dənə qarobka kəsirsiniz. Hansı ki deyəsən qabaq tərəflərini 15 sm eləmişəm, yan tərəflərini 10 sm. Üstünə isə gördüyünüz kimi belə bir qarobkanın hansı ki üz qabığını soyanda belə bir görüntü çıxır ortalığa. Biz bu görüntünü istifadə edəcəyik şifer kimi, yəni dam örtüyü kimi evin. Düzdür, bunu soymaq biraz, yəni vaxt tələb edir, səbir tələb edir, amma sonda özünüz görəcəksiniz, çox gözəl görüntü əldə olunur. Yəni bunun üçün səbr etməyə dəyər. Dam örtüyünün hər iki ucuna bir parça karton yapışdırdım. Gələk əsas məsələyə. Belə bir kağızı, bunu taxta ilə də edə bilərsiniz. Kağızı belə rulon kimi yumurluyuruq. Bu bizə çox lazım olacaq, çox istifadə edəcəyik. Bunu A4 kağızından da eləyə bilərsiniz. Uşaqların bitirdiyi test kitablarından da eləyə bilərsiniz və yaxud test belə vərəqlərindən də eləyə bilərsiniz. Yəni yazılı olması şərt deyil. Əsas odur ki, belə A4 vərəqi kimi olsun, uzun olsun. Gördüyünüz kimi mən bir sürü etmişəm ki, işim yarımçıq qalmasın, əlimin altında olsun. Daha sonra kardondan düzəltdiyimiz hər hansı bir maket ola bilər. Onun üzərini belə bir kağızla, yumurladığımız kağızlarla, rulonlarla qapatırıq deyək, belə örtürük. Bu evi biz adi karobkadan da hazırlaya bilərik. Sadəcə bu kağızları qoymaqla 3D belə odun effekti vermiş oluruq. Yəni rəngləyəndə özünüz görəcəksiniz ki, hardasa belə taxtadan evə bənzəyir. Əgər istəsəniz əvvəlcədən qapısı olsun, pəncərəsi olsun, mən elə də edirəm. Sadəcə karobkaları yapışdırmamışdan əvvəl karobkanın bir hissəsinə pəncərə çəkin, kəsin oranı, qapı çəkin, sonra oranı kəsin, ondan sonra yapışdırın və o yerləri boş qoya bilərsiniz. Yəni istəsəniz öncədən kəsə bilərsiniz. Mən burada tələsirdim. İstəmədim ki, əvvəldən kəsim, sonda pəncərə, qapı düzəldəcəm. İndi isə keçək Novruzda olmazsa olmaz, hansı ki bu su hövzələrinin üstündən keçən körpünü düzəltməyə. Bunun üçün də bir parça karton götürürsünüz və kartonu belə əyirsiniz bu formada ki, əyilsin ki, körpüyə oxşasın. Daha sonra isə həmən yenə də bu hansı ki yumurladığımız kağızları bir-bir qoyuruq ora və artıqlarını kəsirik. Əgər sizdə silikon tapanca olmasa, bu da problem deyil. Hansı ki PVA kleysi ilə və yaxud belə kağız kleysi ilə də yapışdıra bilərsiniz. Bu arada çox abunəçim baxır videoya, amma ki abunə olmurlar. Xahiş edirəm mənə motivasiya verməyiniz üçün videonu mümkün qədər, yəni çox sayda bəyənin, rəy yazın və abunə olun ki, həqiqətən də mən ondan belə motivasiya alıram və daha gözəl videolar çəkməyə həvəslənirəm. Körpünün kənarlarından belə qoyuruq. Ortadakı biraz uzun olur, qıraq tərəfdəkilər isə biraz balaca olur. Heç bir kartonu israf etmirik. Əlimizdə qalan bu kartonla isə istədim ki, su quyusu hazırlayaq. Su quyusu da bildiyiniz kimi Novruzda olmazsa olmazlardandır. Yəni 3-4 şey varsa onun biri su quyusudur. Onu da bayaq göstərdiyim kimi əzirik ki, yumru forma alsın, yəni belə diklik, çıxıntılıq olmasın. Daha sonra isə halqa halına gətiririk. Yenə də bayaqki kimi üzərini örtürük bunlarla. Ölçüsünü də özünüz ayarlaya bilərsiniz. Enli olsun, ensiz olsun, qısa olsun, uzun olsun. Orijinal qalıb sizin zövqünüzə. Qıraq tərəflərdən isə 2 dənəsini uzun yapışdırırıq. Gördüyünüz kimi belə bir xoş görüntü alınıb. Çox minnoşdur, yəni çox xoşuma gəlir. Sonda isə belə bir kağızla hansı ki görmüsünüz su quyularında olan belə taxtanı təsvir edirik, yapışdırırıq. İndi fikirləşə bilərsiniz ki, bunların hamısını taxtadan da etmək olurdu. Həqiqətən Novruz xonçası düzəldən biri olaraq deyə bilərəm ki, taxtanı tapmaq çox çətindir. Tapdıqda belə nəsə əyri olur, estetik görünmür. Ona görə də taxta tapa bilməyənlər üçün bu məncə ideal bir seçimdir. Bunu isə niyə belə yumurladım? Hansı ki çəmənliyin içində evə gedən yol olur. Həmən yola belə bir balaca kötük dilimləri qoyurlar. Həmən kötükləri tapa bilməyənlər üçün, ala bilməyənlər üçün belə bir variant düşündüm ki, bu cür yumurluyursunuz. Sonda mən elə onu kraskalayacağam, görəcəksiniz ki, yəni kötüyə bənzəyəcək. Kağızı yumurlayarkən ağlıma gəldi ki, niyə də bundan quş yuvası hazırlamayım? Ona görə də kağızları belə yumurladım, bir dənə hazır etdim quş yuvası. Quş yuvasını da zövqünüzə uyğun hansısa bir rəngdə eləyə bilərsiniz. Belə bir
bir bu şiferi istədim ki, ortasını belə yapışdırım ki, daha belə estetik görsənsin. Pəncərələri və qapını isə heç ağlımda bir şey yox idi ki, necə hazırlayacağam. İş elədi ki, onu elədikcə həqiqətən insan zövq alır və fikirləri, fantaziyaları ortaya çıxır və fikirləşdim ki, elə kağızı yenə də belə əzim, bu formada nazik forma alsın. Ondan sonra pəncərə və qapı düzəldim. Şərt deyil ki, elə mən necə düzəltmişəm, o cür düzəldəsiniz. Əl işi elədi ki, yəni bu işdə peşəkar olsanız belə hərə bir-birindən nəsə götürür. Tutalım bir-birindən o kağız düzəltməyə götürür, o birisi belə tutalım evin yuxarısını bu cür düzəltməyə götürür və ortaya sonda çox gözəl bir şey çıxır. Ona görə də, yəni əlinizə götürün, ürəyiniz necə qapı istəyir, necə pəncərə istəyirsə, ən əsası burada bu fikir var ki, bu kağızdan ev düzəltmək olar, kartondan ev düzəltmək olar. Qalanı isə fantaziyanızın gücündən asılıdır ki, nə cür xəyal gücünüzdən asılıdır ki, nə cür düzəldəcəksiniz. Həqiqətən bu iş prosesində yəni ağla gələn bir şey olur. Məsələn, bunun üstü açıq idi, fikirləşirdim ki, ora nə eləyəcəm, yaxşı görsənəcək, amma iş elə alındı ki, mən bunun üstünü belə setka eləmək fikrinə düşdüm və həqiqətən də buna çox yaraşdı. Kağızdan ən asan düzəldə biləcəyiniz və Novruz xonçasına çox yaraşdırdığım bir şey isə nərdivandır. Bu nərdivanlara da pul verməyə ehtiyac yoxdur və yaxud bunun üçün belə ağaclar kəsməyə ehtiyac yoxdur. Bu formada asanlıqla nərdivanlarınızı özünüz düzəldə bilərsiniz. İstədim ki, bir dənə də tonqal düzəldim. Ona görə tərbiyə olsun deyə belə kağız parçaları da qoydum ki, hansı ki uşaqlar belə taxta parçalarını tapıb həmən vaxtda tonqala qoyurlar, harda nə taxta varsa. Ona görə bu cür düzəltmək istədim. İndi isə keçək işin ən əyləncəli qisminə. Həqiqətən də o birislər vaxt alır, amma bunu görmək üçün tələsirdim ki, rəngləməyə keçim. Belə bir qəhvəyi ton seçdim. Bunun açığında seçə bilərsiniz, biraz tündünü də. O qalıb sizin zövqünüzə və əlinizdə olan nə kraskalara. Hansı ki bu rulonların içərisində ağlar qalır, həmən onları balaca bir kis tapın, onunla içərisini rəngləməyə çalışın ki, rulonların içərisində belə ağ qalmasın. Mən burada biraz köhnə görünsün deyə üzərini tünd sarı rənglə belə gedirəm. Keçək körpümüzü boyamağa. Bunu da təməl olaraq qəhvəyi rənglə boyuram ki, taxtaya oxşasın. Balaca kislə hər yerini xırda detallarına qədər kraska ilə boyuram. Daha sonra isə bildiyiniz kimi körpü belə yaşıllı, mamırlı bir şey olur da suda olduğu üçün. Ona görə xoşuma gəlir ki, körpü düzəldəndə ona belə yaşıl nəyinəsə effekt verim. Onda belə xoş görüntü əldə olunur. Hansı ki Novruz xalçasında olan belə ot var, həmən o xalçada olan otları bir-bir çıxardırdım. Əvvəl belə kağızların arasına salırdım. Onda da qəşəng görüntü alınır. Bu kraska ilə də amma qəşəngdir. İndi isə keçək Novruz evimizi rəngləməyə. Onu da bu şəkildə gördüyünüz kimi qəhvəyi boya ilə hər tərəfinə gələcək şəkildə boyayıram. Yəni tam şəkildə boyadım. Tam üst tərəfim bir də ağ tərəf qaldı. Qalan hər bir yeri, qapını, pəncərəyə kimi qəhvəyi rəngə boyadım. Evin üstünü isə düşündüm ki, yaşıl rəngdə edim. Yaşıl rəng bura yaraşacaq. Çünki bu taxtaların arasında mamır effekti verəcəm, ot effekti. Ona görə onunla bir ahəng daşıyacaq. Buna görə də düşündüm ki, yaşıl rəng ən yaxşıdır bura. Təbii ki, bunu da zövqünüzə uyğun dəyişdirə bilərsiniz. Evin damını və yaxud qabağının dekorasiyasını. Sonradan düşündüm ki, elə pəncərə ilə qapını da yaşılın hansısa bir tonunda edim. Çünki yaşıl çəmənlik olsa Novruz xonçasında, burada da yaşıl olsa yaraşacağını düşündüm. Amma həqiqətən də evin şiferini çox xoşladım. Çox qəşəng görsəndi. Həm rəngi, həm dekorasiyası. Belə qırmızı ilə isə biraz burada çox elədim. Daha sonra tənzimləyirəm. Belə köhnəltmə effekti verə bilərsiniz. Hansı ki qədimi istəyirsiniz görsənsin biraz qapı, pəncərə. Onda az qədər sarıdan istifadə edə bilərsiniz. Az qədər. O da ki belə kareçni və ya çalan hansı ki sarı olur ondan. Qızılıya oxşayan tondan və yaxud qırmızı olsun. Onlardan istifadə edə bilərsiniz. Köhnəltmə effekti üçün. Burada isə artıq yekunlaşdırırıq. Hansı ki bu su hövzəsinin ortasına suyu əmələ gətirmək üçün həmən rəngi. Belə bir karton qoydum. Üzərinə belə bir silikonla suya oxşasın deyə dalğa verirəm və daha sonra isə üzərinə mavi rəngdə kraska ilə boyayacağam. İndi isə sizə başqa bir şey göstərmək istəyirəm. Bu hansı ki güllərin içərisindən çıxır. Bildiyiniz kimi bu gül salonlarında gülü verərkən içərisinə qoyurlar gülün nəm qalması üçün. Səhv etmirəmsə adı oazisdir. Mən evə mənə gül alınanda bundan bir parça saxlayıram belə işlər üçün. Hansı ki görürsünüz çox asan da olur. Əlinizdə zaten ovulur. Biraz belə götürürsünüz, kliyə vurursunuz və üzərindən onu vurursunuz. Sanki belə ot effekti kimi yaradır və çox təbii kimi qalır. Yəni bu görünüşü mən çox sevirəm bununla edəndə. Əgər yoxsa dediyim kimi Novruz otları ki satırlar, o otları əlinizlə çıxardıb bunun aralarına sala bilərsiniz. Əsas odur ki, bunun aralarını və yaxud bunun belə aralarını belə yaşıl rənglərlə boyaya bilərsiniz. Sanki belə qədimi bir effektdir. Hansı ki taxtaların arasını necə mamur tutursa o cür olsun deyə bu cür edirik. İndi isə evə keçirik. Uzun göstərmək istəmirəm. Eyni qayda ilə o birləri necə etmişəmsə bunu da bu cürünə, yəni aralarına az qədər kliyə vururuq.
çox yox, təbii olsun deyə üstündə biraz belə bundan sürtürsüz, elə özü qalır, yəni çox rahatlıqla qalır üstündə. Burada isə körpünün üstünə belə qıraq tərəflərinə belə bir həsir sapki var. Ondan doluyuram ki, belə bir qədimi, nostalji effekt versin. Bu arada bu kağızlarla siz hər bir şey edə bilərsiniz. İndi mən ən sevdiyim Novruz aksesuarları ki var, hansı ki onları etməyə çalışdım. Su quyumuzun o kleyləri ki var, onlar quruyandan sonra məndə əslində xoş mavi yoxdur. Bura xoş mavi, yəni elə səma mavisi daha gözəl yaraşır. Belə ortasını rəngləyirik, kleylərin üstünü rəngləyirik. İstəsəniz biraz da belə dalğa kimi qalsın. Bu hansı ki bu kraska quruyandan sonra o silikon kleylə biraz da üstündən dalğalar verə bilərsiniz ki, həmin dalğalar ağ rəngdə olsun, altından belə sadəcə mavi görsənsin. Bu şuvama da biraz mamır falan effekti verdim. Ondan sonra yapışdırıram evin üstünə. İçərisində də belə bir məndə parça var idi. Bununla etdim. Ağlınıza nə gəlirsə, sadəcə altını belə həsir kimi olsun, quş yuvasına oxşasın deyə nəsə belə qəhvəyə rəngdə bir şey qoydum. Bu arada son kleyimdir. Kleyim bitdi deyə karandaş keçirmişəm silikonun arxasına ki, heç olmaya bu quşları yapışdıra bilim. Və evimiz hazırdır. Məncə çox şirin alındı, çox qəşəng alındı. İstəyir belə dam örtüyü olsun, istəyir özünün belə qədimi abu havası olsun. Çox xoşuma gəldi. Hələ düşünəndə ki, bunu biz təkcə kağızdan eləmişik, həqiqətən də kağız üçün ideal bir görsənir. Yoxlayın, məncə həqiqətən qəşəng alınacaq. Məsələn, bu fikri mən verdim. Ola bilər ki, məndən daha səliqəli iş görən adam bunu daha səliqəli, daha belə rəngləri daha yaxşı bacaran adam daha gözəl rəngləyə bilər. Daha gözəl fantaziyası olan adam bu evi başqa cür edə bilər. Əsas odur ki, fikir olsun deyə. İstədim ki, bu fikri yəni sizə göstərim bilməyənlər üçün. Daha sonra onu biraz da dəyişdirib, özünküləşdirib daha gözəl şeylər eləyə bilərsiniz. Bu arada mən üstünü laklamadım. Çünki istədim ki, hamının evində olan bir şeylərlə düzəldim. Amma istəsəniz əgər varsa üstünü laklaya da bilərsiniz. Bu zamanda daha belə parlaq olur, daha belə bərk olur. Hətta belə kağızı lak o qədər bərk edir ki, taxta kimi olur, çox bərk olur. Yəni istəsəniz laklaya da bilərsiniz. Amma deyirsinizsə, yox, kənd abu havası olsun, belə qədimi abu havası olsun, parlaq olmasın, çox onda laklamayın. Eləyə bilmərəm deməyin, göstərdiyim kimi çox bəsitdir əslində düzəldilməyi. Bu da tonqalımdır. Düzün deyim ki, tonqala bayılmadım. Yəni tonqalda da o qədər də dəhşət bir şey çıxmadı. Çünki əvvəldən kağızlarını elə belə yola verdi etdim. Gərək onu qəşəng düzəldərdim altını. Bu isə gördüyünüz kimi taxtalardır. Onu çəmənliyin içərisinə qoyursunuz. Hansı ki evdə həyət palçıq olanda onun üstündə addım atıb getmək üçün. Burada videonu yekunlaşdırıram. Sağ olun, Allaha əmanət olun. Gələn videolarda görüşmək üzrə inşallah. İnsanlar niyə alladırıq ki, qapıdan çıxıbsan da nərdivana düşmək üçün? Yox, çıxmaq yox bu nərdivana. Yox da tuturuq da, düz üzbəri tut. Niyə insanları alladırıq özdə? Hüseyin, yana o niyə qızarıb? Keçək.